Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binəqə qəsəbəsində yanmış oba deyilən ərazidə tam belə küçə, gördüyünüz kimi geniş küçəmizin üstündə 160'dan düşdünüz dostlar. 100 metr məsafədə sünsün 2 mərtəbəli 4 otaqlı evin çəkilişinə gəlmişik. Qazımız, işığımız, suyumuz daimdir. Değerli dostlar, sənəd qubça deyil dostlar. Sərəncam fərdi yaşayış üçündür. Böyle bir geniş həyəti var. Çok güzel. Birinci mərtəbəsi istipoldur. Evimizin bu hissəsinə, yani zaborda değil, kombi sistemimizin xətti çəkilibdir. Değerli dostlar, girişte böyle bir geniş koridorumuzdur. Burada ilk olarak mətbəxlə tanış edəcəm. Bu bizim böyle bir mətbəximiz. İstipoldur dostlar. İstipolda sistemi gördüğünüz gibi oraya yığılıbdır. Burada bizim sanitar ve sanuzerimiz. Evimizin təmiri yenicənə bitibdir. Biraz ortalık çirçap görünebilirler. Burada bizim aşağıda bizim qonaq otağımızdır. Değerli dostlar, qəşəng genişdir. İndi keçəcəyik, yuxarı qalxacaq ikinci mərtəbəyə. Değerli dostlar, ikinci mərtəbədə də 3 dənə yataq otağıdır. Qalxdığımızda burada böyle bir koridorumuz. Burada bir yataq otağıdır değerli dostlar. Bu bizim geniş yataq otağımızdır. Bu da bizim 3. yataq otağımızdır. Bu hissədə də bizim sanitar və sanuzerimizdir. Külçə yerini qoyublar ki, aksesuarların kimi her bir şey yerində dostlar. Ve burada da bizim balkonumuzdur. Gördüğünüz gibi qəşəng oturup burada özünüz üçün istirahət edə bilərsiniz. Qəşəng rahat samovarımız qalıyıb. Değerli dostlar, evimizin qiyməti 115.000 manatdır. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olur. Allah'la satanda xeyir desin. Sağ olun, var olun.